Bura Samux rayon mərkəzi xəstəxanasıdır. Dövlət tərəfindən tikilib istifadəyə verilən müasir binada hər cür şərait var. Amma bugün burada ən vacib şey çatmır. Xəstəyə baxacaq həkim. Vətəndaşların üzləşdiyi son hadisə isə rayondakı səhiyyə sisteminin hansı acınacaqlı vəziyyətdə olduğunu bir daha ortaya qoyur. Həyat yoldaşının doğuş vaxtı çatdığı üçün təcili xəstəxanaya gələn vətəndaş gözlənilməz reallıqla qarşılaşdığını iddia edir. Doğum şöbəsində hamilə qadını qəbul edəcək, vəziyyətini yoxlayacaq bircə nəfər də olsun tibb heyəti tapılmır. Üstəlik, tibbi yardıma ehtiyacı olan həmin qadın vətən uğrunda canından keçən şəhidimizin bacısıdır. Maraqlısı isə odur ki, kömək istəyən ailəyə xəstəxanadan absurd bir cavab verilib. Şöbədəki bütün həkimlər məzuniyyətə gedib. Verilən bu cavab rəsmən insanın ağlı ilə oynamaqdır. Səhiyyə qaydalarına görə bir tibb müəssisəsində növbəli sistem fəaliyyət göstərməlidir. Necə ola bilər ki, rayonun yeganə mərkəzi xəstəxanasında doğum şöbəsinin bütün heyəti eyni vaxtda məzuniyyətə buraxılır? İndi bu çarəsiz ailə nə etməlidir? Dünyaya gələcək körpə həkimlərin işə qayıtmasını gözləməlidir? Yoxsa bu özbaşınalığın içində ananın və uşağın həyatı təhlükəyə atılmalıdır? Doğuş və təcili tibbi yardım insan gözləmir. Samux rayon mərkəzi xəstəxanası rəhbərliyinin bu cür plansızlığı və işinə qarşı laqeydli birbaşa vətəndaşın həyatı ilə oynamaqdır. Buradan Təbii və Səhiyyə Nazirliyinə səslənirik. Doğuş vaxtı çatmış hamilə qadını, bir şəhid bacısını həkim yoxdur deyərək taleyin ümidinə buraxan bu rəhbərlik haqqında hansı tədbir görüləcək? Rayon sakinlərinin sağlamlığı kimlərinsə məzuniyyət kefinə qurban verilə bilməz. Bu məsələyə dərhal hüquqi qiymət verilməli və günahkarlar cəzalandırılmalıdır. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Bura Azərbaycan, Samux rayonunun bansəsindən yoldaşımızdır, doktor yoxdur, doğuş eləmirlər. Deyirlər, dedi, Abbas Sədəbə, burada skor var. Deyirəm, skor ilə yola salın, deyir, buradan icazə yoxdur, çağırış, ora Abbas Sədəbə. Deyir, sistemin altından çıxardıq, xəstənin dal qapı ilə də yola saldı. Bu xəstəyə sabah nəsə olsa Samux rayonunun deyir, mərkəzi xəstəxanasıdır. Qəbul eləmirlər, özü də şəhid bacısıdır. Bax, gözsüz doğuşu qəbul eləmir ki, burada həkim yoxdur, tesirin, qarından da yarılı əməliyyatda deyir ki, burada qan yoxdur. Burada bax, Samux rayonu var. Burada skor ola deyir, burada icazə yoxdur. Burada xəstədir, çıxardıb əlində kağız, respiratör. Şəhid bacısıdır, doğmağa qəbul edəcək, bansədə həkim yoxdur ki, bax, bugün sabah doğuş vaxtıdır. 5-ci gündə gəldi, dedi, gedin kağız alın, gətirin. Sənin uşağı yoxlanışını al, kağız əlimizdə gəlmiş ki, doğuzuma həkim yoxdur. Bu da Samuğun, bax, görürsünüz, heç kim yoxdur, amma məzuniyyət edir. Ay şax, sən də çıxma qadam, doktorlar məzuniyyətdən gəlsin, sonra çıxarsan. Hələ doktorlar hamısı məzuniyyətdə. Bu da Samuğun, görürsünüz, hansədə heç kim yoxdur, amma məzuniyyətdədir. Deməli, bu uşaq dünyaya gəlsə, ölməlidir. Buranın gəlsi yoxdur, görürsünüz. Baş həkimin yanına gəlmişik, görək nə deyir. Böyükdə Samuqda həkim yoxdur, hamısı məzuniyyətə deyir, bu da şəhid var.